Bizim ülkədə nə qədər savadsız, nə qədər düşüncəsiz xəbər saytları var. Onlara jurnalist demərəm, çünki onlar jurnalistlikdən heç bir anlayışı yoxdur. Çox savadsız saytlarımız var. Bir insanın haqqında paylaşımlar edirlər. Neçə vaxt susuram, baxıram ki, öz rəsmi sayt olaraq Patrullar, rəsmi sayt olaraq Baku.ez mənə şər böhtan yaxaraq paylaşıblar ki, mən güya dəlixanaya yerləşdirilmişəm, ruhi xəstəyəm. Nəyə görə? Səbəb olaraq açıq-saçıq geyimlər, qeyri-etik səhifəsində paylaşımlar. Mənim səhifəmdə bir dənə nəzər salsaq, səhnə videoları, bir də reklam videolarıdır. Əgər səhnə videoları qeyri-etik olursa, qeyri-etik sayılırsa, ona görə dəlixanaya salırlarsa, onda bu qədər müğənni var, hamı səhnə videosunu paylaşır, onda onlar da getməliydi. Açıq-saçıq geyimə qaldıqda məndən betər də açıq geyinənlər var. Xalq artisindən tutmuş, sıradan bir insanına qədər açıq geyinir. Hansı qaydada, qanunda, kitabda yazılıb ki, açıq-saçıq geyinən insanı dəlixanaya salırlarsa, okeydir. Elə bir qayda qanun olmadığına görə, hicab ölkəsində yaşamadığımıza görə İranda deyilik. Bu nə düşüncədir, bu nə savadsız paylaşımlardır. Siz nə danışırsınız? Yılan saxladığıma görə dəli sayılıram. Heyvan nəqə saxlamaq dəlilikdirsə, demək siz o qədər mundarsınız ki, o qədər siz düşüncəsiz, içinizdə heyvan sevgisi yoxdur. Sizin problem sizin özünüzdədir. Ağıllı adamı dəli eləyən elə sizlərsiniz. Xəbər saytlarından gedir söhbət. Sizin paylaşıma görə mənim ailəmdə çox qorxu keçiriblər. Mənim anam çox narahat olub, üstünə skoru gəlibdir. Mənim ailəm stres keçirib, mənim ətrafım stres keçirib, yaxınlarımın, zənglərim, hər şeyi paylaşacağım. Hər kəs narahat olub. Və bu paylaşıma görə bütün saytları Patrulazından tutmuş, Baku.ez-dən tutmuş, göbələk kimi olan balaca saytlara qədər hamımızı məhkəməyə verirəm. Hamımızın paylaşımının kaydı var məndə. Necə ki, mənə şər böhtan atmışsınız, mənim şərəf layiqiyyətimi alçatmışsınız, üstümə ləkə yaxmışsınız, məni dəli yerinə qoymuşsunuz və məni orada paylaşırsınız ki, psixoterapiya yerləşdirilibdir. Polislər tərəfindən saxlanılıbdır. Polislər tərəfindən saxlanılmamışam. Bizim polislərlə şəxsi işimiz olubdur, onu da yoluna qoymuşuq. Onun bu söhbət adiyyəti yoxdur. Yazardınız ki, polislər tərəfindən saxlanılıbdır, səbəbi bilinməyib. Belə bir şey yazsaydınız, olardı. Amma polislər tərəfindən saxlanılıb və bu xanımı yerləşdiriblər dəlixanaya. Yatsıdırıblar ora. Siz mənim üstümə şər böhtan atdığınıza görə mən sizi paylaşacağım. Sizə yazdığım mesajlarda paylaşacağım. Siz heç kimin ixtiyarı yoxdur kiməsə ləkə yaxmağa. Sübutunuz, ya mənə sübut eləyəcəksiniz. Ya mənə sübut eləyəcəksiniz ki, mən dəlixanada yatmışam, açıq-saçıq geyimə görə kağız çıxardacaqsınız ki, mən açıq-saçıq geyimə görə, səhifəmdəki videolara görə dəlixanaya yatıldırılmışam. Onun ya sübutunu çıxardıb paylaşırsınız, ya da üstündən bu sözü söhbəti götürürsünüz. Zaten sizi mən məhkəməyə verəcəm.